Amil Xəlil ilə Bura Vətəndir verilişinin baş sponsoru Azqranatanın vitamin şirələridir. Sponsor Uluxanlı Tikiş evinə məxsus məktəbli geyimlərdir. Salam Azərbaycan, Çıxneş Azərbaycan. Bəli, biz Lənkəranın qonağıyıq. Xoş gördük sizi, hörmətli tamaşaçılarımız. Biz Gülağa Məmmədovun, Yalçın Rızazadənin, Cənali Əkbərovun və böyük qəhrəmanımız, böyük Vətən müharibəsinin qəhrəmanı Həzi Aslanovun el obasından sizi salamlayırıq. Bəli, Bura Vətəndir deyib artıq biz Lənkəranda çəkilişlərimizə başlayırıq. Lənkəranın qonağıyıq, Lənkəran haqqında danışacağıq. Bugünü, tarixi və gələcəyi haqqında danışacağıq. Bax, indi Lənkəran qalasının oxşarını, yəni maketini burada yaradıblar. Amma məlumat üçün bildirim ki, artıq qala yoxdur. Həmin çar dövründə qalanı Ruslar tərəfindən məhv edildiyini deyirlər. Qalıqlar da aldığım məlumata görə qalmayıb. Amma biz Lənkəran haqqında dediyim kimi danışacağıq. Biz kimləri yad etməyəcəyik ki? Biz Gülağa Məmmədovun doğulub böyüdüyü Üzeyir Hacıbəyevin onu kəşf etdiyi məhəllənin qonağı olacaq. Bundan başqa Yalçın Rızazadə haqqında danışacağıq. Sənətkarımızı yad edəcəyik. Baxmayaraq son zamanlar televiziyalardan uzaq düşüb bəzi eksklüziv açıqlamaları xalq artisti ilk dəfə olaraq bir daha deyirəm ki, bizim verilişimizdə, yəni Bura Vətəndir verilişində sizlər üçün danışacaq. Özdə xalq artistinin ürəyi doludur. Lənkəranda olub, Lənkəran ləvəngisinin dadına baxmasaq, təbii ki, bu mümkün ola bilməz. İnşallah qismət olarsa, nənələr var, həmin məşhur nənələr ki, bütün respublikanın tanıdığı nənələrimiz, həmin nənələr öz əlləri ilə bizə Lənkəran ləvəngisi hazırlayacaqlar, özdə talış üslubunda hazırlayacaqlar. Bu arada talışlar demişkən, biz talışları da mütləq yad edəcəyik. Azərbaycan doğrudan da dünyada yeganə ölkələrdən biridir ki, burada istənilən millət rahat şəkildə yaşayır və öz milli mədəni dəyərlərini yaşada bilirlər. Bunun əyanı sübutunu sizə göstərəcəm ki, baxın, talışlarımız da burada rahat yaşayırlar, ölkəmizdən razıdırlar, öz dədə-baba torpaqlarından belə deyim, razıdırlar, həmçinin milli adətlərini yaşatdıqlarını da dəfələrlə vurğulayırlar. Nənələrimiz görək bizə nələrdən danışacaq, nə danışacaq, nə hazırlayacaq. Demişik, ləvəngi deyiblər, yox qardaş, siz Lənkəranda qonaqsınızsa, bizim də qonağımızsınız. Biz sizi necə lazımdır qarşılayacağıq. Görək də, qismət olarsa, həmin o kəndə də gedəcəyik. İmrə vətəni Lənkonədə. Həmişə dediyim kimi, Bura Vətəndir Lənkəranda. Lənkəran öz çayı ilə məşhurdur, hər kəsə bəllidir. Həm də buranın insanları əməksevər insanlardır. Xatırladıram ki, respublikamızda Sovetlər dövründə ən çox sosialist əmək qəhrəmanları bax bu bölgədə də olub. Hətta mən xatırlayıram, onlardan da biri Talıbova Xavər Ağa qızıdır ki, o da öz işlərinə, öz belə deyim, əməyinə görə sosialist əmək qəhrəmanı adı almışdı. Allah rəhmət eləsin, biz Lənkərandayıq, Lənkəran haqqında danışacağıq. Ümumiyyətlə, şəhərin gözəlliyi artıq bəllidir. Gəlin bir şəhər turuna çıxaq. Doğrudan da turistlərin marağına səbəb olacaq bir bölgəmizdir. Mən Lənkəranda çox olmuşam, amma ilk dəfə olaraq Lənkəran haqqında veriliş hazırlayacağam. Yəni, hər dəfə süjetlər üçün Lənkərana gəlirdimsə, bu dəfə ümumiyyətlə Lənkəran haqqında danışmaq üçün gəlmişəm. Lənkərandayıq. Bizim diyarda, düşən diyarda, rəhbəhlim olun sarı, yaşın çay tarlaları, rəhbəhlim olun sarı, yaşın çay tarlaları, gözəl Lənkəran, bizim Lənkəran, gözəl Lənkəran, bizim Lənkəran. Tağdan min mübat, min bəhər gəlir, qardaş ellərindən şad xəbər gəlir. Hər tağdan min mübat, min bəhər gəlir, qardaş ellərindən şad xəbər gəlir. Çatdıq canlılarım, hər yerdə dostlarım, açıb süfrəni, alırlar səni. Sərvətin gəlir xoşa,
yaşa, sərvətin gəlir xoşa, deyirlər var ol yaşa. Heydər Əliyev Muzeyi ilk öncə muzey kimi fəaliyyət göstərir. Demək 8 oktyabr 2008-ci ildə muzey kimi fəaliyyətə başlayıb və artıq Heydər Əliyev ulu öndərimiz Heydər Əliyev irsinin təbliği və tədqiqi, onun ictimai-siyasi fəaliyyəti çox şaxəli, yəni bu tipdə olan onun gənclərə, gələcək nəsillərə tanınması üçün çox şaxəli sahələri nəzərə alaraq artıq bu tipli muzeylər mərkəzlərə çevrilmişdir. Dağların baş başadır, bağların tamaşadır, gözəl Lənkəran, bizim Lənkəran. Muzeyiniz çox zəngindir, doğrudan bunun əyani şahid oldu. Məni cəlb edən bu bölüm oldu ki, səhv eləmirəmsə qalanın alınması zamanı Rusların işlətdiyi silahlardır. Çox təəssüflü olsun ki, Rusiya və İran bu torpaqlar uğrunda mübarizə aparmışdır və bunun nəticəsi olaraq da 1813-cü Gülüstan müqaviləsi, 1828-ci Türkmənçay müqaviləsi bağlanmışdır və çox təəssüf ki, bizim Azərbaycanımız iki hissəyə parçalanmışdır. Daha doğrusu parçalanmışdılar. Çox yüksək keyfiyyətlə təmin edildi və bütün avadanlıqları təmin edildi. 2015-ci ilin aprel ayında da Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev özü muzeyimizə gəlmişdir. Yaşıl çay tarlaları, dəhtəhli manızları. Yenə bağladı. Mat elədi. Mat elədi. Hörmətli tamaşaçılarımız, gördüyünüz kimi, bax biz indi Nurayla müəllimimizin adı nə oldu? İdraç müəllim. İdraç müəllimin oyununu izlədik. Mən oyun haqqında məlumatları sizdən alım. Deməli bu Nə baş verdi? burada İtalyan partiyası biz oynadıq. İtalyan partiyasının ən məşhur variantlarından biridir. Vaxtı ilə öyrənmişəm ona. İndi yoxladım. Sadəcə yoxladım ki, görüm yadında qalıb yox, gördüm ki. Müəllimi unutdu. Varianta saldı. Çox istedadlıdır. Yəni Təhsil Respublika İdman Mərkəzinin Respublika birinciliyinin finalına zonada birinci yer tutdu, hamı unutdu. Sonra finalda da deməli ikinci yer götürdü. Qeyd edeyim ki, birinci yer tutan Azərbaycan çempionluğu bir dənə məğlubiyyət oldu, o da Nuray utdu. Ay maşallah, yaşlar arasında. Yox, 8 yaşlılar arasında. 8 yaşlılar. Amma Nurayımızın neçə yaşı var? 5 yaş. Elnar da sizin tələbəniz olub, yoxsa Sizin tələbəniz? Bu da şahmat oyundur. Sən necəsən? Yaxşı. Sən də öyrənsən şahmatı? Bacı yaxşı oynayırsan? Bərabər oynayırlar. Bərabər oynayır. İndi iki rəqəmli ədədləri asanlıqla bir-birinə vurur. Hətta kalkulyatorda biz hesablayana qədər o kalkulyatordan qabaq deyir. 43-ü vuraq 32-yə. 43 vur 32. 1376. 100 manat 35 qəpik. Yavaş ver, ayramla. Üstə gəl 8 manat 35 qəpik. Üstə gəl 6 manat 24 qəpik. Üstə gəl 2 manat 68 qəpik. 21 manat 62 qəpik. Uşaqların bu savada yerləməyində müəllimlərin böyük rolu var. Bu bir faktdır. Yəni bu biz müəllimlərimizin qarşısında baş əyirik. Hazırda Hirkan Milli Parkındayam. Hər cürə bir şərait var burada. Bax, özə gəzmək üçün də şərait var. Bizim burada isə əməkdaş var, turizmin əməkdaşıdır. Səhv eləmirəmsə. Xoş gəlmisiniz. Nə var, nə yox? Əvvəla siz tanıyaq bir. Mən Lənkəran Turizm İnformasiya Mərkəzinin direktoru İlqar Əzimov. Direktor, siz necə burada? Biz xarici turistləri gətiririk. Yəni bildiyiniz kimi Milli Parka hər zaman xarici turistlər təşrif buyurur. Burada çoxlu gözəl, yəni maraqlı gəzinti proqramları var, müxtəlif gəzinti proqramları var. Ona görə həmişə qonağımız olur. Dünya hər yerindən gəlir Lənkərana. Lənkəranda olub Həzrət Aslanov haqqında danışmamaq mümkün deyil. İndi onun ev muzeyinə daxil oluruq. Diqqətimi bax bu qapı çəkdi ki, aldığım məlumata görə bu qapı daima açıqdır. Çünki bura gələn turistlər Həzrət Aslanov haqqında məlumat almaq istəyir.
Peki senin anan baban var mı? Var. Qəhrəmanın anasına məxsus olan ev əşyaları. Burada yerləşdirilib. Deməli 5 il Bakıda oxuyub, 2 il də Leningradda oxuyub, ümumi 7 illik hərbi təhsil alıb. Bax bu şəkillər Bakı və Leningrad hərbi məktəbdə oxuduğu illərə aid olan fotoşəkillərdir. Qəhrəmanın şəxsi əşyalarıdır. Bu bəli, arxa hərbi çantasıdır, saatdır və şəxsi vəsiqədir. 1942-ci ildə podpolkovnik rütbəsi alır, 1943-cü ildə polkovnik adı alır. 6 da və yaralanıb 6-cı və xəstəxanada yatarkən bu şəkil çəkilir. Kim harda həlak olurdu, onu orada dəfn edildi. Baxın, Azərbaycan xalqının qəhrəmana nə qədər böyük məhəbbəti, ehtiramı olub, onu çox çətinliklə gətirib Bakıya çıxarırlar. 1945-ci ilin 24 yanvarında müəmmalı şəkildə dünyasını dəyişən Aslanov haqqında Baqivəşvili maraqlı bir açıqlama vermişdi. Xatırladıram ki, Baqivəşvili onun şəxsi həkimi olmuşdu. O yaralanandan sonra 23 saat sağ qalıb. Hətta həmin həkim ona 500 qrama yaxın qan vurduğunu bildirmişdi. Dediyinə görə hətta o zarafatyana söhbətlər də edilmiş. Rusiya, Moskva həmin anda onun üçün şəxsi vertolyot göndərir ki, o Moskvaya müalicə üçün gətirilsin. Lakin burada da bir erməni barmağı olur. Baqramyan adlı bir erməni o təyyarəni Aslanovu aparmağa icazə vermir. İkinci dəfə Həzə Aslanova Sovet İttifaqı qəhrəmanı adı vermək istəyirlər. Burada da Baqramyanın bir əli olur və o buna maneçilik törədir. Sonradan 47 il sonra, yəni 1991-ci ildə o ikinci dəfə Sovet İttifaqı qəhrəmanı adına layiq görünür. Allah rəhmət eləsin, görünən odur ki, ermənilər illər boyu, bəllidir ki, illər boyu Azərbaycan xalqı ilə düşmənçilik siyasətində olublar. Burada da bir əl izləri var. Yenə də deyirəm ki, Allah onları məhv eləsin. İnşallah biz biraz əvvəl də qeyd elədim, mən muzeyin xatirə kitabına yazanda da qeyd elədim ki, inşallah biz Qarabağda, Kəlbəcərdə, Laçında Azərbaycan bayrağı dalğalandıracağıq və Həzə Aslanovun adına orada bir xeyli küçələrimiz olacaq, xeyli məktəblərimiz olacaq. Bax, əsl zəfər onda olacaq. Hörmətli tamaşaçılarımız, hazırda biz Lənkəranın Kiçik Bazar deyilən ərazisindəyik və bu məhəllədə Gülağa Məmmədov, mərhum sənətkarımız anadan olub. 12 yaşına kimi Kiçik Bazarda yaşayır. Uşaq vaxtlarından musiqiyə, mahnıya həvəsi olub. Hətta o öz dostlarını bu küçələrdə yığarmış, öz gözəl səsi ilə onları belə deyim də mahnı ilə zövq edirmiş. Bir gün təsadüfən Üzeyir Hacıbəyev bu məhəllələrin birindən keçərkən Gülağa Məmmədovun o uşaq səsinin vurğunu olur və elə onu Bakıya aparır. Kasıb bir ailədə anadan olur, atası da, anası da kasıb insanlar olur. Uşaqlarını oxutmaq üçün Bakıya köçürlər, kirayədə qalırlar və beləcənə o ömrünün digər günlərini Bakıda yaşayır. Vətəndir verilişinin baş sponsoru vitamin şirələridir. Vitamin şirələri Azqranatanın uçsuz bucaqsız bağlarından yığılan, müxtəlif meyvə çeşidlərindən tam texnoloji avadanlıqlarla təmin edilmiş zavodda insan əli dəymədən hazırlanır. Azərbaycan ailələrinin süfrələrini bəzəməklə yanaşı, dünyanın bir çox ölkələrinə də ixrac olunan vitamin brendi ölkəmizi uğurla təmsil edir. Əsas prinsipi keyfiyyət və təbiilik olan Azqranata yeni vitamin kompotlarının istehsalında da öz prinsiplərinə sadiq qalıb. Vitamin şirələrinin qısa zaman ərzində süfrələrin əvəz edilməzi halına gəlməsi vitamin kompotlarında da öz keyfiyyəti və təbiiliyi ilə eyni uğuru təkrarlayır. Dadı, ləzzəti, dəyəri ilə öndə olan bu brendi dadmamısınızsa durmayın. Elə indi gedin, alın, için. Məmnun qalacaqsınız, əmin olun. Uluxanlı tikiş evinə məxsus vahid məktəbli geyimləri artıq bazarlarda, ticarət mərkəzlərində satışdadır. Keyfiyyətinə zəmanət veririk. Hörmətli valideynlər, hər yaşa uyğun geyimlərimiz var. Adicə parçaya əl vurduqda onun necə keyfiyyətə malik olduğunu görmək olar. Hətta geyimlərin düymələrinin üzərində olan AZ markası xüsusilə fərqlənir. İstənilən valideyn bazarlarda, ticarət mərkəzlərində bu formanı əldə edə bilər.
bir məqamda xüsusilə qeyd edim ki, forma seçiminə gəldikdə bu azaddır, könüllüdür. Çünki dövlətimiz azad sahibkarlığa təminat verir. Xatırladım ki, bu geyimlərin satışı ilə məşğul olmaq istəyən insanlara da topdan satış sərfəli qiymətlər təklif olunur. Bunun üçün bizə müraciət edə bilərlər. Onu da qeyd edim ki, tamaşaçılar Uluxanlı məktəbli geyimlərini onlara yaxın bazarlarda, ticarət mərkəzlərinə yaxınlaşaraq çox sərfəli qiymətə əldə edə bilərlər. Əlaqə nömrəmiz 050 220 50 68. Facebook ünvanımız Uluxanlı məktəbli geyimləri. Hətta onun istədiyi qız da bu məhəllədə qalır. Ali adında bir qız olur. Düzdür, onu evlənməyinə imkan vermirlər. Həmin xanımla evlənməsinə imkan vermirlər. Hətta deyirlər, dayısı da qohum-əqrəbələri razı olmur. Deyirlər, getsin elə bir təhsil alsın, ondan sonra biz ona qız verərik, belə deyim. Və belə bir qərara gəlir ki, o onunla gizli də olsa evlənsin. Bəli, səbəb bu olur ki, gizli də olsa evlənsin və bu istəyinə də çatır. O, Gülağa Məmmədov Aliyənin pasportunu gizli götürərək onunla gizli şəkildə rəsmi nikaha girir və pasportu qaytaranda Aliyə xanım görür ki, o artıq Gülağa ilə evlidir. Həmçinin o pasportla evlənmək, nikah yerinə gedirlər. Zaks dediyimiz o nikah mərasiminə gedir. Aliyə bənzər bir xanımı da başını bağlayaraq həmin yerə aparır. Necəsiz? Əyləşin. Biz hazırda 5 nömrəli məktəbin 3A sinifindəyik. Bəli. Mən yaxın gəldim. Bəli. Necəsiz? Çox sağ olun. Əvvəla tanıyaq sizi. İbadova Kəmalə. Kəmalə xanım, sizi? Əliyeva Leyla. Leyla xanım, necəsiz? Nə var? Çox sağ olun. Uşaqlarla necədir işləmək? Özlə bax bu bölgələrdə. Çox yaxşı. Yaxşıdırlar. Bəli. Riyaziyyat dərsi idi. Mən də həyat bilgisi müəlliməsiyəm. Texnologiyadan dərs verirəm onlara. Vətənpərvər ruhda böyüyürlərmi? Bax, bilirlərmi düşmənləri kimdir? Bilirlərmi? Soruşa bilərsiniz. Kimdir bizim düşmənimiz uşaqlar? Amma bizim bir sponsorumuz var. Uluxanlı məktəbli geyimlərdir. Aqili dəvət edək. Aqil gəl. Uluxanlı tikiş evinə məxsus keyfiyyətli məktəbli formasını şagirdlərə tövsiyə edirik. Hər kəsə salam. Hər kəsə salam. Bu tədbirləriniz biraz da bol olsun. Bütün Azərbaycanı bürüsün. Daha bir əlatçı siniflərdən birindəyik. Əvvəla müəlliməni tanıyırıq təbii ki. Müəllimə necəsiz? Adınızı bilək. Çox sağ olun. 3-5 sinif rəhbəri Rızayeva Gülzar. Bax, məsələn, o qızın adı nədir, balaca şagird? Tahir Mirzəzadə. Gəl Zəymədan, gəl bura bala. Biz sənə bu oxumağınla əlaqədar olaraq Uluxanlı məktəbli geyimlərinə, tikiş evinə məxsus məktəbli geyimini sənə hədiyyə veririk. Yəqin ki, uşaqlar daha da ruhlanacaqlar. Bundan sonra daha yaxşı oxumaya çalışacaqlar. Çox sağ olun müəllimə. Sağ olun. Amma hazırda Sefmadiyedo. Sefadiyedo mu? Çok ne iş? Keyfi çok bu. Ne demək oldu? Çok ne iş? Necəsiz? Necəsiz? Keyfin yaxşı. Hörmətli tamaşaçılarımız, hazırda biz Lənkəranın Sefadiyedo mu? Yəni 3 para kəndindədir. 3 para kəndində, amma Sefadiyedo mu? Talış sözdür. Necəsiz nənələr? Nə var, nə yox? Yaxşısınızmı? Bax, biz əsasən bura gəlməkdə məqsədimiz bu Talış əsilli millətimizi yad etməkdir. Mən tamaşaçılarımıza göstərmək istəyirəm ki, onların adətləri Lənkəranda yaşamaqdadır. Yəni, heç bir problem yoxdur. Yəqin ki, belədir, düzdürmü? Rahat şəkildə öz milli mədəni dəyərlərinizi yaşadırsınız. Hər birimiz də Talış əsilli millətik, düzdürmü? Yaxşıdırmı hər şey burada vəziyyət? Əvvəla biz sizdən başlayaq. Əladır, hər şey yaxşıdır, şükür Allaha. Cümrah nənələrimizsiniz, tanınmış məşhur nənələrimizsiniz. Necə bir hissdir bu? Düzdür, əla. Yaxınlaşıb deyirlərmi? Bax, biz sizi tanıyırıq. Siz həmin nənələrsiniz. Tanıyırıq nədir? Elə uzaqda görürlər bizi, uzaqdan. Başlayırlar oxumağa. Başlayırlar haylulu gəldi, haylulu. Bir də bəlkə bir dənə onunla başlayaq. Lolo gözəl izi yaxladı. Ay lolo verdim anam saxladı.
görə mahnı oxuyursan, heç sənin ruhun da incimir. Həm də ki, cavan qalırsan, həm də ki, iş sənə güc gəlmir. İki dəstə elə bil yığışırlar, çay yığa-yığa, bir dəstə bu üzdə, bir dəstə o üzdə. Elə bil o necə dəyişmə, meyxana kimi dəyişmələr olardı. O dəstələr də elə dəyişmələr kimi onlar öz işlərini başa vurar. Bizdə də ən böyük adət-ənənədir ki, qonaq ki gəldi, sənin əziz qonağın oldu. Orada mütləq cücə, ləvəngin olmalıdır, pulu olmalıdır. Bu arada Talış bayramları varmı? Talışlara məxsus bayram yoxsa elə bizimlə bir gedirsiniz? Biz sizlə necə Azərbaycanda bir dənə necə bayramdır, bizdə də o bayramlar həmişə bax belədir. Eyni bayram. Əlbəttə. Alça güləşdi nənəmi, dilim dolaşdı nənəmi. Ay bu evin kiçik qızı qoşuldu qaçdı nənəmi, qoşuldu. Kasiyədir. Kasiyədir onda. Cücəni şişə çəkirsən. Cüzənin üstündə qırğındır hələ. Cücənin içərisinə soğan doğramışıq, soğanı çəkmişik, naqoz vurmuşuk, sonra isot, tuz qatmışıq, o dadlı olur. Dadlı olur. Əsas onu əlavə elədik onun içərisinə. Biz soğanı bişirib gənin içinə qoyuruq. Soğanı bişirib əlavə edirsiniz. Soğanı bişirib. İndikilər maşından çıxardırlar. Babam daş ilə əzirdik. İndi 100 cürə çıxıb. Oturursan, maşindir sənin qabağında, döyürlər, çıxardırlar. Hamısı olub maşın. Hamısı olub. Arvada ehtiyac var mı? Amma qabaq, var arvada ehtiyacındır. Yox. Qabi də maşın yerdi. Arvadı nə edirsən, dayı? Balam gitmə, sənin yolun dumandır. Gələn yollar ova canım qurbandır. Canım qurbandır. Bu ağı deyil ama bu, ha? Yox. Bu mahnıdır. Prosto qəmli mahnıdır. Qəmli mahnıdır. O çox təsirli mahnıdır. Özdə siz ümumiyyətlə nənələrin oxumağı doğrudan da təsirliymiş. Nə oldu? Ağladım deyəsən. Hə? Nə oldu? Nənənin balaları Ya, dolmayaq, kövrəlməyək. Balalarım qəribdir, ona görə. Qərib hardadır? Biri Bakıdadır. Sonra hardadır? Rusiyada. Rusiyadadır. Bir salam denən, bir sözünü denən. Bütün balalarıma, bütün navalarıma, bütün Azərbaycan xalqına çoxlu salam göndərirəm. Deyir mənəm, mənəm Şirazi gəlmərəm. Acım səni yola salım, mən bazı söz necə qarım. Tamaşaçılarımız artıq nənələrimizin əl qabiliyyəti hazırdır, belə deyək. Həm talış plovu, həm kükü, bu da talış versiyasında hazırlanıb, həm də ki ləvəngi. Əsil talış versiyasında. Aşımız əladır, plovumuz, kükürdümüz əladır, balığımız əladır. Sağ olun, təşəkkür edirəm, valla əllərinizə sağlıq, minnətdarıq. Nənələrimiz var olsa, hətta bizim də bir nənəmiz var, Xeyransə nənəmiz. Bizim adın Xeyransə nənəmizə də salam deyirik, onun da 104 yaşı var. O da sizi kimi işləyən bir nənədir. Dayanmır maşallah, özə televizora falan həmişə baxır, sizi də izləyir. Sizinlə də bir yerdə olublar kanalların birində. Biraz əvvəl tanışlıq vermişdik, həmin nənəmizdir, salamlayırıq. Salamlayırıq Xeyransə nənəmizi də. Allah sizə də can sağlığı versin. Belə nənələrimiz çox olsun. Bizim işğal olunmuş torpaqlarımız azad olsun. Biz gözəl günlərimizi orada keçirdək, həm də ki orada qurban boyun almışam ki, orada heç olmasa bir dənə quzu gedib kəsin. İnşallah Allah arzunuza çatdırsın. O gözəl Bakıda tək necə yardın, anam mənə qurban, mən üzüm sənə, dolanım başıma, yar nə deyim sənə. Anam mənə qurban, mən üzüm sənə, dolanım başıma, yar nə deyim sənə. Çox sağ olun, təşəkkürlər, minnətdaram bir daha. Hörmətli tamaşaçılarımız və nənələrlə söhbətimiz də burada yekunlaşır. Hörmətli tamaşaçılarımız, təbii ki, bir daha qeyd edirəm ki, biz Lənkərandan danışırıqsa, Yalçın müəllimi mütləq yad eləməliyik. Çünki Cənub bölgəsinin qonağı olduq.
çox qonaqpərvər millətdir. Həqiqətən mən bunun şahidi oldum. Amma sizi görmürük. Əvvəla gəlin bir balaca bu barədə danışaq. Niyə yoxsunuz efirlərdə? Xoşa gəlməz bir orada hətta aparıcı mənə qarşı yox. Ümumiyyətlə. O atmosfer xoşuma gəlməyəndə ikinci dəfədən get. Mən həmişə xoşlayıram məni millət ayaq üstə sağlam, gümrah görür. O balışın üstündə uzanan yerdə yazıb istəmərəm. Sizin bir kanalların birində təxminən 4 il bundan qabaq belə bir söz demişdiniz, hələ yadımdadır. Mən özümü sındırmaram. Canlı yayınların birində demişdiniz. Elədir. Onu bu yöndə deyirəm. Desəniz ki, mən bu günləri hansı bir sənətkara qulaq asıram, gənc nəsildən götürsəm, xətrim istəyənlərim var və s. Amma heç bir kəsə Azərbaycanda mən qulaq asmıram. Bir sənətkar kimi məni gərək ifa, səs tərcih eləsin. Bir ildən sonra mən, bir il tamam olanda, mən 150 ildir Azərbaycan mədəniyyətini, musiqini, həyatımı vermişəm. Çox neçə gündür Zəngəlidən bir böyük bir konsert yoxdur. Benim həvəs yoxdur, istəmirəm. Sıdırlıq var. Yorulmamsınız, amma sınıqlıq var. Yorulmuşsunuz mu ümumiyyətlə sənətdə? Yox, heç vaxt sənətdə yorulmuram. Heç vaxt. Mənim imkanım giydiyim libaslara, paltarlara, ayaqqabılara olmasa da mənim arxamda Türkiyədə olan dostlarım, Türk dostlarım neçə illərdir səhnədə qeyri-adi giyimlərimi hamısı mənim Türkiyədən görən Səlim Güvənər, Osman Güvənər, o Sultan bəy və bir neçə insanlar mənə göndərirlər. Mən Bakıdan, Azərbaycandan almıram. İmkanım da olmaz almadan. İmkan necə olar? Bugünkü gün ancaq gərək toya gedəsən. Mən son illər özümə qarşı diqqəti görmürəm. Hətta bir ara xəstə yatdınız da, yəni yataqda oldunuz. Dediniz ki, o da mənim yadımdadır. Bu da bir 5 ilin, 4 ilin söhbətidir. Nə bir deputat, nə də bir sənət yoldaşlarım məni axtarmadı. Tamam bir günlə də deyə bilərəm. Mənə nazir yox, deputat da yox. Axı, mənim dostlarım var idi. Sənət yoldaşlarımız? Sənət yox, məndə sənət yoldaş olmuyor. Olub, məsələn, Oktay Kazımiylə dostluq eləmişəm, Emin Sabitoğlu, Cahangir Cahangirov böyük sənətkardır. Amma dostlarım var da, müəyyən imkanı falanı. Bir zəng gelib soruşaydılar, Yalçın, bəlkə ailədə uşaqların bir parça çörək göndərmək lazımdır. Biraz nəsə ət lazımdır, məsələn, bir filan şey lazımdır. Sən zəng elə, biz elə göndərək, yəni ki, narahat olsunlar. Gələndən sonra bura götürdüm, bir gün pozdum, yəni ki, orada çox şeylər gözlədim. Həmişə yadıma salanda mən kömrəydim. Həqiqi mənada dövlətimiz arxada durmuşdu, o boydan əməliyyatı mənim imkanı olmazdı. Bakıya gələndən sonra, belə deyirlər də, dost dəftərini açdım, bir pozdum, gördüm, iki nəfərdən başqa dostlarımdan heç kim qalmır. Nə var yeməyə? Deyir ki, ət yoxdur, filan şey yoxdur, kartoşka var. Deyirəm, yaxşı qızar, yağ yoxdur. Dedim, suya atmayarım. Mən sənətə, mən Azərbaycan musiqisinə həyatımla yanaşmışam. Çətinliklərdən keçmişəm, əziyyətlərdən keçmişəm. Məni qədər də söylən, döyülən belə olmuyor. Çünki mahnılar oxumuşam, 3 ay bıraxmayırlar. Sağlığında qiymət verir insanlara. Deyim, dövkələk verir. Açıq belə qarışıq yolda qalmışam. Ya ora, ya bura. Dedi, başa çıxır, nə mənim? Deyirəm ki, mən neyləmişəm məni? Gəlirəm, bir ay hazırlaşıram sarayda, böyük dövlət konserti. Gəlim, konsertə çıxan günü məni pozurlar. Nə yaxşı ki, ulu önlərimiz o vaxtı mənə Ali Sovedin ki, fərqli fərman verdi. Can uşaq edim, qayıtdı mənə dedi, sən deyir, öz mədəniyyətinlə, öz səs quruluşundan, miqdarından, ifondan zamanını qabaqlamasın. Bir balaca istəyirəm keçmişə gedək sizdən. Bəli. 4 nömrəli məktəb oxumuşsunuz. Lənkəranda. Mənim anam
Bakılı. Bakılı vatanız Atam, Lənkəranın Cənubi, Bolədi kəndində. bəli. Bir süjetimiz var, izləyək. Biz hazırda Lənkəran rayonu Bolədi kəndindəyik. Yalçın Rızazadənin belə deyim, xatirələrini yad etmək üçün bu kəndə gəlmişik. Bax, burayla biz düz hərəkət edərək onun həm yaşadığı evə, doğulduğu evə, həm də dostlarının yanına gedirik. Bəli, xatırladıram bir daha ki, Bolədi kəndindəyik. Təbii ki, biz Lənkərandan danışırıqsa, bir daha deyirəm ki, təbii ki, Yalçın Rızazadənin adını mütləq çəkməliyik, onu yad etməliyik, xatırlamalıyıq. Necəsiz Kamil dayı? Sənin canına dua edirəm. Lənkəranda yaşamaq necədir? Qəşəng. Qəşəng. Hala. Xatırlayırsınızmı onunla keçən günlərdən məlumatınız? Hamısın? Hamısı. Onun uşaqlıq çağından, onun cavanlıq vaxtı. Necə idi? Uşaqlıq vaxtından başlayaq. Necə bir xarakterli bir insan idi? Atası Ziyalı olub. Onlar köçdülər, getdilər. Əsubi onun anası. Hala. Bir qadın idi. Ona qalardı bizdə, heyvanımız vardı, camışımız vardı. Onun balaları, bizim camışımız balaları oynayardılar, qoyunlarla oynayar, bilərdilər de, onlar kətçilərdi. Anasının da huzuru burada keçirdi, saf olsa burada. Onun atasının huzuru da burada keçir. Yalçının toyu da burada keçir. Toyu burada olur? Bəli, mənim bacım onun toyunu eləyib. Toyu deyəndə ki, sizi xəbərdar edin, yəni böyüklüyü. Çox vaxtdır bizdən ki, gəlmir bura. Gəlmir, getmir. Nə qədər cavan idi, uşaqlar övlənməmişdi, gedirdilər, gəlirdilər. Yalçın da bu həyatda böyüyən. Bax, bu həyatda. Yalçın da razı. Bu kənd bilirmi, yeni gənclərimiz bilirmi ki, Yalçın Rızazadə bu kəndin yetirməsidir? Bəli. Məlumat verirsinizmi bir ağsaqqal kimi, bir ağbırçək kimi? Bəli, hamı bilir. Allah onun canı sağ eləsin. Bizi də hərdən yad eləsin. Yalçın, səni öpürəm uzaqdan. Allah sənə can sağlığı versin. Həyatda uzun ömür yaşayasan. Sənlə danışan Kamil dayıdır. Görürsən məni? Mən hac adamam 2 dəfə. Ancaq mənə bax, Allah sənə də qismət eləsin hacı. Yalçın, Allah sənə can sağlığı versin. Kəndin fəxrisən. Gəbir gələcəki ölüyə ayaq qoydun. Gəlib məni də yad eləyərsən. Biz hazırda Yalçın Rızazadənin ata ocağındayıq, belə deyək. Çünki onun atasına məxsus bir həyətdəyik, düz dedimmi? Yanımda isə Yalçın Rızazadənin dostu və qohumu. Həm yaxın dostu, həm də ki qohumu. Əvvəla tanıyaq dayı sizi. Həsən bəy Sayadov. Necəsiz dayı? Şükür Allah idi. Ömrümün 82-ci ilidir. Hələ ki gəlirəm də. Həsən dayı, Yalçın Rızazadə ilə olan münasibətlərdən danışırıq. Bilirəm ki, yaxşı dost olmuşsunuz, yaxın dost olmuşsunuz, həm də qohum olmuşsunuz. Bir fikirlərinizi öyrənək dostunuz haqqında. Yalçın Rızazadənin uşaqlıq illəri bu həyatda da keçirib. Uşaqlıqdan çox mehriban olmuş, dost olmuş. Anası rəhmətli, çox mehriban, Zinət xanım, ağabala qızı. O tamam başqa adam idi. Məni xüsusən çox istəyirdi. Atası o vaxtda partiya işçisi olub, bir də yaxşı işçi olub. Savxozların birində direktor idi. Böyük ferması var idi, oradan süd, ayran heç də qəbul eləməzdi. Gərək biz evdən onun üçün aparaydı ki, deyərdi ki, o dövlət malıdır, ondan bir qəpi də yemək olmaz. Hər belə adam olur. O, onun birisi oğlu, Firdevsi rəhmətli. Biz oyunlarımız bir olardı. O günləri xatırlamaq böyük bir zat.
dəhşətdir, yəni səhnədir. Həqiqətən də Darıxmısınız o günlər üçün? çox darıxmışam. Necə darıxmıyorsan? Bir-birimizdən bir dəqiqə də aralı qalmazdıq. Anası çox mehriban qadın, elə qadınlar çox azdır. Zeynət xanım. Onun şəkli var, axırıncı dəfə mənə bağışlayıb. Yazıb əmim oğlu Həsən bəyə yadigar. Ona can sağlığı, ailə saadəti. İstəyirəm ki, əmisi oğlu Həsən bəyi də axtarsın. Başqa bir arzum yoxdur. Onunla görüşsəniz, ən çox nəyi xatırlayarsınız ki, yadındadır? Uşaqlıqda oynadığımız oyunları. Çıxarlıq eləməyib oyunlarda? Yox, yox, çıxarlıq eləməyib. Həmişə bibisi oğlu ilə biraz zadları olardı. Biz 3 nəfər oynayardık. Bibisi oğlu mən, o. Yalçını yada salmaq mənim üçün çox belə arzu olunan oldu. Belə ürəyimdən elə keçən bir şey oldu canım. Düzün deyirəm. Gəlsin, məni axtarsın. Gəlsin, sənə qurban. İşitdim ki, səhədində bir balaca problem var. Allah onu səndən Azərbaycanı uzaq eləsin. İstəyirəm ki, həmişəki kimi o səhnəyə çıxır səni gül səsinlə. Yenə Yalçın kimi səni görək və işidək. Xatirələrə daldım. Nəyiniz olub axırıncı danışan, sizin Həsən bəy? Həsən deməli, mənim atamın xalası oğlunun oğludur. Amma bizdə qalıb, Bakıda biz qalırdıq. Hətta müəllim olmalıdır sizin böyük. Da, Rus müəllimi, yəni mən də Rus məktəbini bitirmişdim, Rus dili idi. Bayılda doğulmuşam və 1-ci, 2-ci sinifi 6 nömrəli məktəbdə oxumuşam. Ondan sonra 7, 8, 9, 10-cu sinifi Lənkəranda atam gəlib artıq Lənkəranda işləyəndə mən Lənkəranda 4 nömrəli məktəbi bitirmişəm. Mənim atamın da məzarı. Anam baxmayaraq Bakılı idi. Burada da qonlar, Bakılılar, mənim o xala oğlanlarım da biraz narazı oldular ki, bəs niyə Zinyət xanımı mənim anamı bura apardınız? Dedim, həyat yoldaşı hardadır, özü də belə vəsiyyət eləmişdi. Sənətimdə ilk gündən, ilk o kərpici belə deyil, quran mənim anam olub. Bir yeni ildə, bir də Novruz bayramında. Həmişə balışımın altına səhər durub tez əlimi salardım, bilirdim ki, mən üçün nədiyə bu. O xüsusiyyət indi də məndə qalıb, hərdən yadımdan çıxır, yuxudan duranda həmişə paduşkamın əlinə altına əlimi salırım. Görəndə işdən yox. Bir qardaşınız olub sizdən? Mənim qardaşım olub və onun məndən kiçik qardaşımdır. Həddindən zahirən gözəl oğlan idi Urfan. Axırıncı da gələndə oturduq, çörək yedi elədik. Çox gözəl də səsi vardı. Gecə yarıya qədər oxudu, mən oxudum, çaldım, səhər yola saldım. Yola saldım, üstündən 3 gün keçməmiş dedilər, öldürüblər. Öldürdülər, atmışdılar qarın üstünə, güllə vurmuşdular. Sizin qardaşınız da yad elədik, ananız da yad elədim, atanız da yad elədim. Hörmətli tamaşaçılarımız, hazırda Bolədi kənd qəbristanlığındayıq. Baxın, bu məzarlıqda Yalçın Rzazadənin atası İmran kişi, qardaşı Urfan bəy və anası Zinyət xanım dəfn olunub. Allah rəhmət eləsin, məkanları cənnət olsun. Bax, Azərbaycan Respublikasının xalq artistinin ailəsi bu qəbristanlıqda dəfn olunub. Bəli, gördüyünüz kimi dostlar dostları unutmur. Xalq artistimizin bir fikri yadıma düşdü. Deyir, bəzən insanlar, sənətkarlar dünyasını dəyişəndə insanlar elə hörmət qoyur ki, adam lap ölmək istəyir. Gəlin sənətkarlarımızın vaxtında dəyərini bilək, qiymətini bilək. Onlara vaxtında dəyər qoyaq, unutmayaq. Əsas o da unutmasaq, deməli daim onları yad edəcəyik. Bəli, Bolədi ilə də sağollaşırıq. Çəkilişdə göstərdiyi köməkliyə görə, bu kənddə köməkliyə görə Nizami müəllimə təşəkkürümü bildirirəm, var olun deyirəm. Belə,
unuda gedirik, həm sağlığında unuduruq. Sonra da biraz keçir, dünyasını dəyişir, yad edirik bir neçə günlük, ondan sonra yenə də unuduruq. Sizə böyük minnətdarımdır, biraz kövrəldimsə, yəni olan bir şeydir. Allahın buyruğu, yəni necədir, o qismətdir. Həmişə çalışmışam o şəxsiyyətimi qoruyub saxlamaq. Mən heç vaxt indi danışıram, amma mən heç vaxt həyatda belə şeylər var. Mənə qarşı bu yaxınlarda elə bir hərəkətlər, elə bir sözlər televiziyada vəzifəli adamlar, mədəniyyət adamları, müsbət yox, çox mənfi. Ulu öndərimiz, mən böyük fərqlə Heydər Əliyev mənə bütün adları verir. Mənə o vaxtlar da ev vermişdir. Bizim bugünkü prezidentimiz mənə təqaüd verir, ev verir. Mən təşəkkür edirəm sizə. Mən sizə böyük təşəkkür edirəm. Məni hələm yoldan çıxartmaq, məni ürəyim nazik də olsa, mən möhkəm insanam. Amma məni biraz kövrətdiniz. Biz istəyirik. O da yox, o mənim üçün çox xoşdur. Mən sizə çox gözlənilməyən, mənim haqqımda filmlər də çəkilib, hər şey çəkilib, amma heç vaxt mən, məsələn, ata-anamın məzarını millətimin xalqına heç çəkib göstərmir. Ondan böyük mənim üçün, siz bilin, qiyməti yoxdur. İçdən gələn o, məsələn, mən gördüm həqiqətən içdən gələn verilişdir. Əlbəttə ki, mən elə çalışacağım, deyirlər ayağım, o da düzələn şeydir, düzələcək. O da inşallah, bəli, bir balaca problem var. Mən bir-iki dəfə demişəm də, mən Allah qoysa, yaxşı proqram hazırlayıram. İstədim deyim ki, çox nə iş Yalçın müəllim. Artıq mən bir günə, hətta talış dilini öyrənmişəm. Çox nə iş Yalçın müəllim. Çox nə iş. Sağ olun. Təşəkkür edirəm. Allah sizə ömür versin. Bu kövrəllikdə də mən yenə təkrar edirəm, onda da həyat var. Bəli, onun özü bir gözəllikdir. Sağ olun, təşəkkür edirəm. Vətəndir verilişinin baş sponsoru vitamin şirələridir. Vitamin şirələri Azqranatanın uçsuz-bucaqsız bağlarından yığılan, müxtəlif meyvə çeşidlərindən tam texnoloji avadanlıqlarla təmin edilmiş zavodda insan əli dəymədən hazırlanır. Azərbaycan ailələrinin süfrələrini bəzəməklə yanaşı, dünyanın bir çox ölkələrinə də ixrac olunan vitamin brendi ölkəmizi uğurla təmsil edir. Əsas prinsipi keyfiyyət və təbiilik olan Azqranata yeni vitamin kompotlarının istehsalında da öz prinsiplərinə sadiq qalıb. Vitamin şirələrinin qısa zaman ərzində süfrələrin əvəz edilməzi halına gəlməsi vitamin kompotlarında da öz keyfiyyəti və təbiiliyi ilə eyni uğuru təkrarlayır. Dadı, ləzzəti, dəyəri ilə öndə olan bu brendi dadmamısınızsa durmayın. Elə indi gedin, alın, için. Məmnun qalacaqsınız, əmin olun. Uluxanlı tikiş evinə məxsus vahid məktəbli geyimləri artıq bazarlarda, ticarət mərkəzlərində satışdadır. Keyfiyyətinə zəmanət veririk. Hörmətli valideynlər, hər yaşa uyğun geyimlərimiz var. Adicə parçaya əl vurduqda onun necə keyfiyyətə malik olduğunu görmək olar. Hətta geyimlərin düymələrinin üzərində olan AZ markası xüsusilə fərqlənir. İstənilən valideyn bazarlarda, ticarət mərkəzlərində bu formanı əldə edə bilər. Bir məqamda xüsusilə qeyd edim ki, forma seçiminə gəldikdə bu azaddır, könüllüdür. Çünki dövlətimiz azad sahibkarlığa təminat verir. Xatırladım ki, bu geyimlərin satışı ilə məşğul olmaq istəyən insanlara da topdan satış sərfəli qiymətlər təklif olunur. Bunun üçün bizə müraciət edə bilərlər. Onu da qeyd edim ki, tamaşaçılar Uluxanlı məktəbli geyimlərini onlara yaxın bazarlarda, ticarət mərkəzlərinə yaxınlaşaraq çox sərfəli qiymətə əldə edə bilərlər. Əlaqə nömrəmiz 050-220-50-68. Facebook ünvanımız Uluxanlı məktəbli geyimləri. Amil Xəlil ilə Bura Vətəndir verilişinin baş sponsoru Azqranatanın vitamin şirələridir. Sponsor Uluxanlı tikiş evinə məxsus məktəbli geyimlərdir.